Bu İtalyan papağıdır, partizan papağıdır, İtaliyada vermişdi, gətiribdi. Bu doların sigaret deyirlər, kutusu. Serafino, Avstriyadakı əsir düşərgəsindən qaçıb İtaliyada qoşulduğu partizan dəstəsində hər kəs onu belə çağırırdı. İtaliyada partizan hərəkatına qoşulana qədər Mazlok ətrafında döyüşmüşdü. Ağır yaralanıb əsir düşdükdən sonra Avstriyadakı düşərgədə saxlanılırdı. Amma qəhrəman döyüşçü 1942-ci ildə min bir əziyyətlə həbs düşərgəsindən qaçaraq İtaliyada partizanlara qoşula bilmişdi. Söhbət yaşlı nəslin yaxşı xatırladığı Tahir İsrafil oğlu İsayevdən gedir. Partizan dəstəsində atası İsrafilin adına uyğunlaşdıraraq Serafino çağırılan Tahir İsayevi doğulduğu Şıxlı kəndində yaradılan ev muzeyində bir daha xatırladıq. Həyat yoldaşı Cəvahir xanımla birlikdə. Biz Gürcüstanda olanda ki, bunun dostları idi, partizan yoldaşları idi, nə idi? Hər praznikdə təbrikləri göndərib, məktub da hər vaxtı gəlirdi. Sonra oradan onlar gəlirdilər ki, gedib biz orada partizanımızı yoxlayaq. Gələrdi Gürcüstana, olsa Gürcüstana da bunu bıraxırlar, işdən gedirdi, onlarla bütün gün gəzirdi. Şəhər hər yeri təqdim edirdi, onlara başa salırdı ki, bu dildə. İtalyan dili yaxşı bilirdi. Fiamma Verdi, Beynəlmiləl Briqadasında İtalyanlar, Fransızlar, İngilislər və Ruslarla çiyin-çiyinə faşistlərə qarşı vuruşan həmyerlimiz Leytenant Tahir İsayev göstərdiyi qəhrəmanlıqlara görə İtaliyanın qəhrəmanı adı Haribaldi ulduzu, Antonio Gramsci, Banderi Kalori ordenləri ilə təltif edilib. Ümumilikdə 36 orden və medala layiq görülən Serafino İtaliyanın 12 dövlət mükafatı ilə də təltif olunub. 1945-ci ilin 25 aprelində Milan şəhərinin faşistlərdən təmizlənməsində göstərdiyi şücaətin müqabilində isə ona Milanın fəxri vətəndaşı adı verilib. İkinci Dünya müharibəsi ab-havası hiss olunan muzeyi elə qəhrəmanın özü yaradıb. Müharibədən sonra bir müddət Gürcüstanda yaşayan Serafino vətənə döndükdən sonra müharibə illərinin xatirələrini yaşatmaq üçün muzey yaratmaq qərarına gəlir və onun bu qərarı müsbət qarşılanır. Burada müharibə dövrünə məxsus dəbilqədən tutmuş medallara, fotoşəkillərə, bayraq və məktublara qədər hər şeyə rast gəlmək mümkündür. Gəldi, istəyərdi ki, Azərbaycana indi mənə torpaq verin, balaca öyt kimi içində muzeyimi yerləşdirin, bu əşyalarım çöldə qalmasın, bunun hamısını öz zadımız. Onda bu torpağı verdi Heydər Əliyev, özü canına çağırmışdı ki, niyə deyirsən, gedib Gürcüstanda durursan, bizim vətənin oğlusan, sən bir-bir qəhrəmanlıq görürsən. Onun üçün bu muzeyi tikdilər, bu əşyalar da gəldi, özü yığdı, içinə yerləşdirdi. Serafinonu Azərbaycanlılar qədər İtalyanların da sevdiyini xatırladan Cəvahir xanım bu muzeyin, burada yaşadılan tarixin gələcək nəsillərə çatdırılmasını vacib sayır. Amma 2001-ci ildə qəhrəmanın özü vəfat etdikdən sonra onun həyat yolunu əks etdirən muzey baxımsız qalıb. Bax, elə amanat elədir, baxın, bu da təzə gəlir, düşür, o da təzə baxma. Mehdi Hüseynzadə, Mirdamət Seyidov kimi Adriatik dənizi sahillərində ad çıxaran, Alman və İtalyan dillərində mükəmməl bilən Serafinonun ev muzeyində öyrənəcəyimiz və gələcək nəslə ötürə biləcəyimiz çox məqamlar var. Təbii ki, qoruya bilsək.